Salam hörmətli tamaşaçılar, Talih TV izləyiciləri, hər birinizi salamlayıram. Bugünkü Talih TV-nin qonağı Qubadlı rayon Mədəniyyət və Turizm şöbəsinin inspektoru, şöbə müdiri, Sumqayıt Regional Mədəniyyət İdarəsinin məsləhətçisi vəzifəsində işləmiş, dəyərli kitablar müəllifi, Azərbaycan Jurnalistlər Birliyi, Azərbaycan Yazıçılar İttifaqının üzvü, mədəniyyət işçisi, Həmkarlar İttifaqının Respublika Komitəsinin yerli idarə rəhbərliyinin, mətbuat orqanlarının fəxri fərmanları və diplomlara layiq görülmüş bədii qiraətçi, yazıçı, şair, publisist Eldar Xanlarovdur. Eldar müəllim, bədii yaradıcılığınız haqqında və qarşıda qoyduğunuz vəzifələr haqqında məlumat verməyinizi istəyərdim. Buyurun Eldar müəllim. Talih müəllim, əvvəla çox sağ olun ki, siz belə bir xeyirxah iş görürsünüz. Başımıza gələn bu müsibətləri tarixləşdirirsiniz və gələcək nəsillərə çatdırırsınız ki, bir də uzaq olsun, belə bir hadisələrlə üzləşsək, heç vaxtı biz güzəştə getməyək və öz ərazilərimizi ata-ana sevgisi qədər qoruyaq, gələcək nəsillərə çatdıraq. Bilirsiniz ki, misal üçün, biz də bir Qubadlı sakini kimi, yəni işğala məruz qalan insanlardan biriyik. 1993-cü ilin avqust ayının 31-də Qubadlı rayonu işğal olundu və həmin işğal dövründə bizim 238 nəfər həm hərbiçi, həm də mülki əhalimizdən şəhidlərimiz oldu. Bu şəhidlərin demək, ruhuna dua olsun deyə, ruhları şad olsun deyə, mən də öz növbəmdə And İçirik adlı belə bir kitab yazdım və cəmiyyətə çatdırdım. Baxmayaraq ki, internet səhifələrində 238 nəfər şəhidimiz bu kitabın səhifələrində salınıbdır, onlar yad olunur. Ancaq bir neçə də mülki əhalidən şəhid olduqlarını məlum oldu. Onların da bu kitabın səhifələrinə mən saldım və o işğal dövründə, o ağır gün illərdə o Qubadlıdan olan şəhidlərimizin ailə üzvlərinin hansı yerdə, hansı bölgədə yaşamaları barədə onların ev ünvanlarını da göstərdim ki, onlara imkanı olan insanlara yardım edə bilsinlər. Təbii ki, təkcə şəhidlərin adı siyasi getmir orada. Eyni zamanda bizim milli qəhrəmanımız, şəhidlərimizdən dövlətimiz tərəfindən mükafatlandırılan şəhidlər haqqında da poetik duyğularımı bu kitabın səhifələrində göstərmişəm. Və məktəblərdə, digər böyük auditoriyalarda həmin kitabın səhifələrində olan yazılmış şəhidlərin şərəfinə şeirlər ifadəli şəkildə gənclərimiz, şakirlərimiz tərəfindən söylənilibdir. Bu da yəni mübarizənin davam edilməsi kimi qiymətləndirilibdir. Və zaman keçdi, biz həmin o yazdığımız kitabların da əhəmiyyətini biz görə bildik ki, gənclərimiz heç vaxt unutmadı və mübariz oldular. Bunun da nəticəsi göz qabağındadır ki, 2020-ci ilin noyabr ayında zəfər tarixi ilə biz öz torpaqlarımızı işğaldan azad etdik. Sonra mən öz rayonumuzun tarixi barədə, eyni zamanda orada olan tarixi şəxsiyyətlər, tarix mədəniyyət abidələrinin ermənilər tərəfindən, düşmənlər tərəfindən dağıdılması barədə bir kitab yazdım. O kitabın da adı Yurttaşlar və Yaddaşlar kitabıdır ki, bu kitablar da demək Qubadlı rayonundan olan tarixi şəxsiyyətlər, tarix mədəniyyət abidələri, həyatımızda daha çox xidmətləri olan Qubadlı yazarları, Qubadlı elm adamları və tarixi şəxsiyyətləri barədə bu kitabın səhifələrində
demək, onların həyat hekayələri əks olunmuşdur. Məlumat üçün bildirim ki, biz özümüz o hadisələrə şahidlik etməklə bərabər başqa xalqlar, yəni bizim başımıza gələn müsibətləri o dərəcədə dərk etmirlər. Və bu kitabın səhifələrində 3 dildə, İngilis, Rus və Türk dilində Qubatlı mədəniyyəti, Qubatlı etnologiyası, Qubatlının keçmişi və bugünü barədə məlumatlar bir neçə dildə verilibdir. Bu da yaxşı təsir bağışladı. Yəni, başqa xalqların da başımıza gələn müsibətlərin dərindən dərk edilməsinə şahidlik etdilər. Mən bunu deməkdən məqsədim odur ki, yəni bir çox dillərdə, beynəlxalq dillərdə də yəni başımıza gələn bu müsibətlərin yayılması bizim o torpaqlara sahib olduğumuz və qədim tariximizin sübutu kimi qiymətləndirilməlidir. İllər ötdü, müəyyən zaman çərçivəsində mən bu işimi davam etdirməklə bərabər hərbi hissələrdə oldum. Sonra bizim bu zəfərə gedən tarixi yolun əsasını 2016-cı ildə Aprel döyüşləri adlı tarixə düşən o qələbəni, o tarixi anı mən kitab halında yazıb cəmiyyətə çatdırdım. Fərəhləndiricidir ki, həmin tarixdə 2016-cı ilin yayında Qubatlı rayon icra hakimiyyətinin başçısı cənab Malik İsakov Qubatlı ictimaiyyət nümayəndələri ilə birlikdə hərbi hissədə olduq və Lələtəpə yüksəkliyinin azad edilməsindən sonra xalqımız orada bir bayram tədbiri keçirdi və hərbi hissədə əskərlərlə, zabitlərlə görüşdük. O görüş də mənim həyatımda ən xoş anlardan, ən təsirli günlərdən biri idi. Mən həmin o anı, həmin o tarixi də demək, Ömür kitabının səhifələri adlı kitabımda yazdım, cəmiyyətə çatdırdım və orada bu kitabın səhifələrində eyni zamanda Aprel döyüşlərində həlak olan, şəhid olan 94 nəfər şəhidimizin tanınması üçün şəkillərini kitabın səhifələrinə saldım və onların fəaliyyəti barədə kitabın səhifələrində məlumatlar yazdım. Çox fərəhləndiricidir ki, məndən soruşsalar ki, məsələn, ilk dəfə kimlərin adını çəkərsiniz? Mən deyərdim ki, bizim qəhrəman oğlumuz Şükür Nərimanoğlu Həmidovun adını çəkərdim. Çünki Şükür Həmidov həmin döyüşlərdə şücaət göstərdi və ölkə prezidentimiz cənab İlham Əliyev ona Azərbaycanın milli qəhrəmanı fəxri adını verdi. Və bundan sonra daha da gənclərimiz, əskərlərimiz ruhlandı və öz mübarizliyini davam etdirdi. Belədir ki, həmin kitabda təkcə kitabxanalarda, dövlət müəssisələrində deyil, eyni zamanda həmin o şəhid olmuş 94 nəfər şəhidimizin ailə üzvlərinə hədiyyə olaraq hərəsinə bir nüsxə verilibdir. Sonra o kitabın özünün daha ictimaiyyətə çatdırılması üçün əlimizdən gələn demək, işləri gördük və hərbi hissələrə gedərək, hərbi hissələrdə o həmin oğullarımızın qəhrəmanlığı, şücaətini əskərlər, zabitlər öyrənsin deyə hərbi hissələrə də təqdim edildi. Bu da mənim üçün, mən deyərdim ki, vətəndaşlıq borcumu qismən də olsa elə bil ki, yerinə yetirəsi oldum. Belə kitablardan əlavə, eyni zamanda mən mədəniyyət turizmi sahəsində çalışdığım üçün
biz kollektivlərlə çox üzbəyüz olardıq. Onlarla böyük tədbirlər keçirərdik. Həmin tədbirlərdə də vətənimizin bütövlüyü uğrunda, sarsılmazlığı uğrunda şücaət göstərən qəhrəman evlatlarımız haqqında görüş gecələri, onların yubileylərini, xatirə gecələrini keçirməklə insanları mübarizəyə hazırladıq. Bu da öz nəticəsini verdi. Sonra müəyyən illər keçəndən sonra 2021-ci ildə məndə əlimdə olan materiallara görə Qubadlı Mədəniyyət Tariximizdə adlı belə bir kitab işıq üzü gördü. Burada da, bu kitabda da Qubadlı rayonunun yaranma tarixindən bu günə qədər Qubadlıda olan mədəniyyət işçiləri, dünya şöhrətli insanlar, eyni zamanda musiqi sahəsində çalışan insanlar haqqında bu kitabın səhifələrində öz əksini tapdı və Qubadlıda 2 musiqi məktəbimiz mövcud olubdur. Onlar 1969-cu ildə həmin məktəbin açılması və həmin məktəbin bu günləri dünyanın bir çox ölkələrində o musiqiçilərimiz, incəsənət sahəsi ilə çalışan evlatlarımızın haqqında yazılan məlumatlar Qubadlı rayonunun bütün sahələr üzrə istedadlı insanlarının mövcud olduğuna sübutdur. Kitabxanalar, mədəniyyət evləri, tarix mədəniyyət abidələri, bunların hamısını erməni vandalizm tərəfindən darmadağın edilib, məhv edilibdir. Ancaq bəzən internet səhifələrində belə bir məlumat gedir ki, Qubadlı rayonunda 111 mədəniyyət müəssisəsi olub. Ancaq mən 40 ilə yaxın o sahədə işlədiyim üçün bilirdim ki, mədəniyyət müəssisələrinin sayı nə qədərdir. O 111 nəfər, 111 mədəniyyət müəssisəsinin yox, daha doğrusu 149 mədəniyyət müəssisəsinin mövcud olmasını həmin kitabda göstərmişəm və həmin kitab müəssisələrin də yaranma tarixini və fəaliyyətləri barədə məlumatlar gedibdir. Və elm adamları, ziyalılar o kitabı oxuyaraq çox yüksək qiymətləndirdilər ki, həqiqətən siz gözəl bir tarixi bir əsər yazmışsınız. Bu gələcək nəsillər üçün bir örnəkdir. Təbii ki, düşmənlər həmişə təkcə insanları məhv etməklə deyil, eyni zamanda tarix mədəniyyət abidələrini, insanların yaratdığı nailiyyətləri, abidələri məhv etməklə öz yalan iftiralarını bütün dünyaya sübut etməyə çalışmışlar. Amma bu kitablar sübut edir ki, onların yalanları artıq göz qabağındadır. Biz tarixən o torpaqlarda yaşamış, o torpaqlarda qurub, yaratmış və bugün də indi o torpaqlara sahiblik edirik. Allaha çox şükür ki, biz o torpaqların azad olunmasını gördük. Taleyimə yazıldı ki, mən o torpaqların azad olmasını gördüm. Çünki bu işdə çalışan insanların, bir qrup insanlar artıq həyatından getmişlər, onlar dünyasını dəyişmişlər. Qeyd etdiyim kimi, bütün bu söylədiyim məlumatları təkcə auditoriyalarda deyil, eyni zamanda dövlət televiziyasında, digər rəsmi təşkilatlarda söyləməklə bir vətəndaş olduğumu sübut etməyə çalışıyorum. Eldar müəllim, siz də yəni Qubadlının işğalı dövründə cəmaatla birgə həmin o işğal dövrünü yaşamısınız, rayondan o vaxt çıxmışsınız, o illəri necə xatırlayırsınız? Bu barədə bir qədər danışardınız bizə. Tayyip müəllim, o illər geçsin bir də gəlməsin. Çünki o elə bir acınacaqlı, elə bir tarixi gün idi ki, heç vaxtı yaddaşdan silinməyəcək. Çünki 1993-cü ilin avqust ayının 31-də Qubadlı şəhərinin 2-3 istiqamətdən hücum başladı. Biri, demək ki, Gorus istiqamətdən olan Yazı düzündən və
Qafan tərəfi olan zonada Əyin istiqamətindən də hücumlar başlamışdı və rayondan kənarda olan dağ kəndlərindən olan insanlar hamısı Qubatlının mərkəzindən, körpünün üstündən keçərək Cəbrayıl rayonu istiqamətinə, yəni Bakı istiqamətinə yol almışdılar. Orada insanlar hamısı biri deyək ki, öz şəxsi maşinlə, digərləri misal o yük maşınları olanların üstündən, biri əli, ayağı yalın, yəni öz insanları, öz həyatını xilas etmək üçün, yəni oradan rayonu tərk etməyə məcbur oldular. Həmin ərəfədə bizdə o milis orqanı dediyimiz Mahmudlu kəndi istiqamətində getməmiş, demək orada milis idarəsi vardı ki, artıq mən orada o tankın ora gəlməsini, ermənilər tərəfindən tankın həmin demək ki, o milis orqanlarına atəş açmasını və körpünün üstündən keçib o dəftüzü deyilən istiqamətə bir neçə tanklarını öz gözümlə gördüm ki, yəni onlar artıq hücum edib rayonu məhv eləyirdilər. Və həmin ərəfədə bir dənə də tarixi çox xoşa gəlməz bir hadisəni mən müşahidə etdim. Çünki rayonun əhalisini müdafiə etmək üçün 3 vertolyot demək ki, rayonun səmasında ermənilər tərəfdən gələn tanklara qarşısını almaq üçün hücuma keçmişdilər. Və öz gözümlə gördüm ki, tanklarla bir vertolyotun birini vurdular, məhv elədilər və yana-yana qara tüstü ilə gəldi, düşdü demək Qayalı kəndinə yaxın olan bir hissədə. Elə ki, həmin o vertolyot ki, məhv ediləndən sonra o göydə hərəkətdə olan 2 vertolyot geri qayıtdı. Yəni, düşmən tərəfə getmədi ki, onlar da vurula bilərdi. Mən bunu öz canlı şahidimlə görmüşəm və bu hadisələri heç vaxt mənim gözümün qarşısından keçməz. Həmin ərəfədə də insanlar özü ayağı yalın, başı açıq, kim necə bacarırdı, yəni rayonu elə tərk edib çıxmağa məcbur oldular. Və belə hadisələr mənim gözümün qarşısından heç vaxtı keçməz. Mən də öz növbəmdə həmin hadisələri, yəni bacardığım səviyyədə cəmiyyətə, xalqa, gələcək nəsillərə çatdırmaq üçün öz imzamla tanıtdırmağa çalışmışam. Çox sağ olun, Eldar müəllim. Yəni, bizə məlumdur ki, indi şükürəllah, torpaqlarımız özümüzdədir, qayıdıb. O illər artıq geridə qalıb. Rayonumuzun indiki vəziyyətində rayona, kəndimizə qayıtmışsınızmı ki, gedib o vəziyyəti qoyub gəldiyiniz kənddən nə qalıb, nə görmüsünüz? Əlbəttə, çox sağ olun bu suala görə də. Mən yazdığım yeni bir kitab var, yəni Həsrətimin Sonu, İlk Məhəbbətim və Həsrətimin Sonu. Belə bir kitab üzərində işləyirəm və bu kitabın, yəni o başlığının, o mövzunun mənə verilməsinin səbəbi bilirsiniz nə idi? Mənim bu kitablarımın təqdimatı keçirilən ərəfədə yaradıcı insanlar mənə arzu elədilər ki, Eldar müəllim, günü o gün olsun, sən öz yurduna gedəsən və orada yazıb yaradasın. Bu məni çox düşündürdü. Talih elə gətirdi ki, 2023-cü ildə mən doğma yurdumuza, Qubatlıya getdim. Orada evimizin harada yerləşməsini axtarıb tapmaq üçün çox gəzdim, axtardım, ancaq yerinə yeksan olunmuşdu. Orada bir dənə bünövrə daşlarından başqa heç nə orada görə bilmədim. Və yol aldıq oradan bizim ata yurdumuz, Göyərcik kəndinə. Orada İmamzadə adlı bir müqəddəs, demək bizim bir ziyarət yerimiz var. Orada o 4 para kəndin dünyasını dəyişən insanlar həmin o İmamzadə dediyimiz məscidin yanında dəfn eləyərdilər. Mənim atamın da qəbrüstü abidəsi var idi. Mən getdim, çətinliyində də olsa abidəni tapdım, ata abidəsini, qəbrüstü abidəsini tapdıq və orada ziyarət elədim.
çox belə mənə təsir bağışladı və min dəfə şükür elədim ki, Allah Taala 30 ildən sonra mənə də qismət elədi ki, mən gəldim torpaqlarımızın azad olandan sonra öz yerimizə, yurdumuza gəldim və orada ulu babalarımızı, atalarımızı orada ziyarət edə bildim, qəbrini ziyarət edə bildim. Və buradan qayıdıb gələndən sonra mən çox təəssüratlandım və indi həmin o kitab üzərində işləyirəm. Yaxın zamanda Allahın köməyi ilə o da çap olunacaqdır. Və bir anları mən orada keçirdim. O anlar idi ki, mənim atam Böyük Vətən müharibəsi dediyimiz, İkinci Dünya müharibəsi, 41-45-ci illər müharibəsi iştirakçısı olubdur. 43-cü ildə atam yaralanıb və arxa cəbhəyə göndərilmişdi. O arxa cəbhəndə ona da yəni əsgər ailələrinə yardım komitəsi adlı belə bir təşkilat olub, atamı ora həvalə ediblər ki, az qalan insanlara, bəzi insanlara köməklik eləsin. Atam öz əlindən gələni edibdir və sonra da Allaha çox şükür, misal üçün, o müharibədə də Sovet xalqı qələbə çalsa da, bizim Azərbaycan xalqının orada minlərlə əskərlərimiz orada, soydaşlarımız həlak olubdur. Bütün bunların hamısını mən növbəti kitabın səhifələrində yazmışam və bir anlığa gözümün qarşısından misal ailəmiz keçdi. Çünki bizim ailənin üzvlərindən də hərbiçi olanımız var. Mənim oğlum çünki öz ixtisasını Tibb Universitetinə girmişdi, qəbul olmuşdu. Həmin ərəfədə bizim necə istirab, necə əziyyət çəkdiyimiz öz gözlərini hər bir müşahidə edirdi. O gəldi, dedi ki, ata icazə versən mən fakültəmi dəyişib hərbi fakültəyə keçərdim. Həmin illərdə də hər gün şəhidlər gəlir, çox böyük ağır hadisələrlə üzləşirdik. Çox fikirləşdim, nəhayət qərar aldım ki, oğlum düz ixtisas seçibdir. Vətənin bu ağır günündə oğullar meydana çıxar. Oğlum həmin tarixdən Tibb fakültəsində hərbi fakültəyə keçdi. Hərbi fakültəni həkim kimi qutarandan sonra cəbhə bölgəsinə göndərdilər. Haradasa 2 ildən artıq 3 ilə yaxın cəbhə bölgəsində Tovuz rayonunun Ağdam kəndi, o ən gərgin nöqtələr ki var idi, orada qulluq edirdi. Və biz ona daha cəsarətli olması üçün, ürəkli olması üçün dəfələrlə, aylarla gedib yanında qalmışam. Ki, misal üçün, o görsün ki, atası onun yanındadır. Və bu baxımdan da o da Allaha çox şükür, misal üçün, Allah onu qorudu, saxladı, nə qədər çətinliklərdən çıxsa da belə, yenə də öz işini davam etdirdi. Yaxşı xidmətinə görə onu göndərdilər Türkiyəyə. Türkiyədə gedib oxudu. Gülhane Tibb Akademiyasında 2 il kursda olandan sonra bu müharibə başlanan ərəfədə onu geri çağırdılar. Geri çağırılandan sonra o xidməti borcunu şərəflə yerinə yetirdi. Ölkə prezidenti eyni zamanda Milli Müdafiə Nazirliyi tərəfindən ordenlərə, mükafatlara layiq görüldü. Bu günləri o yaxşı bir cərrah kimi yəni ölkəmizdə xidmət eləyir. Bizim hərbi baş klinikada cərrahiyyə şöbəsini rəhbərlik eləyir və nə qədər həmin o ərəfədə əskərlərin, zabitlərin həyatda qalması üçün öz istedadından maksimum istifadə etmişdir. Mən bir ata kimi çox sevinirəm, çox qürurluyam ki, mən cəmiyyətə bəxş etdiyim evlatlar da bu xalqın yolunda, cəmiyyətimizin, dövlətimizin yolunda öz istedadlarına, öz qabiliyyətlərinə maksimum istifadə edib xalqımızı, millətimizi sevindirirlər və onları qorumağı bacarırlar. Eldar müəllim, siz Qubadlımızın hörmətli ziyalılarından birisiniz. Bir neçə kitab müəllifisiniz. Bir yazıcı kimi bu qayıdış proqramının gələcəyini necə görürsünüz? İnanırsınızmı ki, biz o torpaqlarda əvvəlki qaydada yaşayacaq, rayonumuz inkişaf edəcək? Talib müəllim, çox sağ olun elə bu suala görə də. Çünki biz indi
mən ilk dəfə başlananda dedim, reallıqdan danışmaq lazımdır. Bugün ölkəmizdə o qədər yüksək səviyyədə quruculuq bərpa işləri gedir ki, analog olmayan, dünyanın heç bir yerində belə məhrumiyyətlərə məruz qalan, belə müharibələr keçirən xalqlar bu dərəcədə inkişaf etmək qabiliyyətində olmayıblar. Ölkə prezidentinin apardığı siyasət bütün dünyaya məlumdur. Biz hiss edirik ki, mən hələ təkcə işğaldan azad olan torpaqları demirəm, o hansı ki sabit olan rayonlara da mən az-çox gedirəm bəzən. Orada görürəm, o qədər qurucuq işləri gördükcə mən fərəqsi keçirəm ki, Pərverdigarı, Allah Teala bizə belə bir evladın, belə bir sərkərdənin nəsb etməsi o xalqımıza böyük hədiyyə imiş. Və bunu davam etdiririk. Qubadlı rayonu, məsələn, mənim aləmimdə təbiət muzeyidir. 2 çay axır, məsələn, bu ərazidən, Həkəri Bərküşət çayı. Bu çaylar gedib haradasa bir yerdə qovuşanda, orada ünvanlar yarar və gəlir Xəzər dənizinə tökülür. Mən hesab edirəm ki, 2 sevgili gəncin həsrətlə bir-birini gözləyib, sonra gəlib, axırda birləşib, həyatlarını davam etdirirlər. Məsələn, bütün dünyaya car çəkirlər ki, biz nə qədər xoşbəxt, nə qədər gözəl cəmiyyətdə, gözəl bir yerlərdə yaşayırıq. Bax, mən həmən 2 çayı elə bənzədirəm. Bəli, həmin o çayların ətrafında olan o insanlar, oradakı o insanların yaratdığı xariqələr, yaşayış evləri, digər mədəniyyət müəssisələri hələ o işğaldan əvvəlki olduğundan da gözəl olmağına inanıram. Çünki bizim xalqımız və o Qubadlılar həqiqətən çox zəhmətkeş xalqdır. Çox gözəl işlər görək qabiliyyətinə malikdir. Mən də çox fəxr edirəm ki, nə yaxşı həm Azərbaycanım, həm də Qubadlıyam. Məsələn, ölkə prezidentimiz, mərhum prezidentimiz Ulu Öndər həmişə deyir ki, mən fəxr edirəm ki, Azərbaycanlıyam. Əlbəttə, mən fəxr edirəm ki, Qubadlıyam. Çünki Qubadlıdan olan qəhrəman evladlar, tarix şəxsiyyətlər bütün dünyaya səs salıblar. Biz onların həyat hekayəsini kitablarda yazmaqla, onlardan görüş keçirməklə gənc nəsillərə təbliğ edirik ki, sizin belə gözəl yeriniz, yurdunuz var. O yurdun sahibləri sizsiniz. Siz orada gedib yaşamağa haqqınız var. Siz orada yaşamalısınız. Erdal müəllim, bu sol üstə albom görürəm. Orada fərqli fərmanlar, qramatolar görürəm. Nəsə, onlardan məlumat verərdiniz bizə. Talib müəllim, cəmiyyətdə elə insanlar var ki, gördüyü işi layiqincə qiymətləndirməyi bacarmırlar. Bu baxımdan da mən reklam xarakterli yox, eyni zamanda gördüyümüz işləri gələcək nəsillərə çatdırmaq məqsədi ilə, eyni zamanda bizdən sonra gələn nəsillər bizim bu işləri davam etdirmək məqsədi ilə bu çəkilişi bizi aparırıq ki, gələcəkdə o insanlar da bu işləri davam etdirsinlər. Bax, burada görülən bu şəkil mənim Azərbaycan Jurnalistlər Birliyinin üzvü olmağımı təsdiq edir. Aşağıdakı vəsiqə isə Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünü təsdiq edir. Bu 2 bileti mən həmişə ürəyimin hissəsində, yerləşən cibimdə saxlayıram. Ona görə yox ki, misal üçün, mən elə nəysə çox böyük məhəbbətlə bu işi görməyə görə səsini özümdə saxlayıram. Mən partiyanın üzvü olmuşam, Sovetlər Kommunist Partiyasının o vaxtı belə bir partbilet deyirlər, onu daşımsan. Sonra Həmkarlar Təşkilatının sədri, daha doğrusu vəsiqəsi. Bunların hamısını mən kənara qoyub, yəni bu vəsiqələri öz üzərində gəzdirirəm. Ona görə ki, mənim talih yazımdır. Bu mənim yazdığım kitabları, gördüyüm işləri, yəni bu təşkilatlar vasitəsilə cəmiyyətə çatdırıram. Ona görə də bax, belə bir albom işləyib, hazırlayıb, gələcək nəsillərə və eyni zamanda ailə üzvlərimə yadigar olaraq qoyub saxlayıram. Və bəzən görürsən, kitabların özündə yəni göstərilən faktlar, fotoşəkillər
sübut edir ki, həqiqətən bu insanın cəmiyyətdə mövqeyi olubdur və xalqına xidmət edirdir. Amma bəzən də elə olur ki, şəkillər, sənətlər itirib yox olur. Ancaq kitablarda heç vaxt həmin sənətlər, kitablarda ancaq o şəkillər, o duyğular, o xatirələr heç vaxt itmir. Ona görə də belə bir albom hazırlayıb nəsillər üçün mən qoymuşam. Bax, burada mənim demək 70 illik yubileyimlə əlaqədar olaraq ailə çərçivəsində keçirdiyimiz tədbirdən bir foto albomdur, şəkildir. Bu da bir tarixdir, çünki az-çox misal əməyim, zəhmətim olubdur deyə, eyni zamanda bizdən sonra gələn nəsillərə, elmə, mədəniyyətə həvəs yaratmaq məqsədi ilə bu albom hazırlanır. Burada mənim qeyd etdiyim kimi, həmin yubileydə olan nəvələrimdir. Məni təbrik edirlər ki, siz çox sağ olun ki, baba, belə gözəl işlər görmüşsünüz. Bizim də borcumuz odur ki, ən azından nə qədər sənin fiziki ömrün var, biz sənin yubileyini də keçirək, sənin ad gününü də keçirək və biz də bundan zövq alaq. Bütün bu işlərin görülməsində təbii ki, mən həmişə öz yazılarımda da göstərmişəm ki, cəmiyyətdə dövlətimizin möhkəmlənməsində birinci ailə möhkəm olmalıdır. Ölkə Prezidentimizin Cənab İlham Əliyevin and içmə mərasimində belə bir ifadə işlətmişdir ki, vətənpərvərlik hissləri ailədən, sonra məktəbdən, sonra demək müəssisələrdən başlayır. Ailədən başlayan vətənpərvərlik hissləri vətənpərvər hisslərin ən uca nöqtələrindən, başlanğıcından biridir. Mən də çalışmışam ki, ailədə həmişə doğru, düzgün yol seçməklə evlatlarımı da vətənə sevgi, məhəbbətini aşılayam. Bu tədbirlər hamısı onunla əlaqədardır. Burada qeyd etdiyim kimi tanınmış elm adamları da iştirak etdilər və başqa bizim həmin o tədbirlər bir-birini əvəz etməklə bərabər 50 illik yubileyində keçirilən tədbirlərdə də yəni belə bir albom işləyib hazırlayıblar ki, təbii ki, gələcəkdə baxdıqca heç vaxt gördüyüm işlər yəni lazımıca dəyərləndirilsin, qiymətləndirilsin. Belə bax, bu şəkildə demək, işlər davam edir. Bu da 60 illik yubileyimlə əlaqədardır. Yəni, sərgi təşkil olunubdur və burada elm adamlarının keçirilən, mənim kitablarımın şərəfinə çıxış edən insanlar, yəni bu yubiley tədbirinə həsil edilmiş demək, albomdur ki, buradakı qəhrəman evlatlarımız haqqında şagirdlərin söylədikləri şeirlərdən nümunələr qoymuşuq. Bu da bir yaddaşdır ki, bu da bir tarixdir. Mən elə bilirəm ki, bunlar hamısı gələcək nəsillər üçün bir nümunə olacaq. Burada mən Sumqayıt Regional Mədəniyyət İdarəsində inspektor işləmişəm 4 il. O 4 il işlədiyim müddətdə də yəni Sumqayıt ictimaiyyəti nümayəndələri ilə, Sumqayıt İcra Hakimiyyətinin başçısı ilə görüşüb, mənim gördüyüm işləri də mən onu da təqdim etmişim və Sumqayıt şəhərində o quruculuq işləri ilə bağlı görülən işlər barədə də kitabın səhifələrində demək yazılar dərc edilibdir. Bu tədbirlərin hamısını mən albomun yaddaşına köçürmüşəm və fürsətdən istifadə edib, mənə də şərait yaradıb həmin o tədbirlərin ana televiziyamız, ASTV-də, sonra ictimai kanallarda, digər televiziya proqramlarında çıxış etmək imkanı da yaratmışlar. Bu yaratdığı bu imkana görə də Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsakova və onun əməkdaşlarına dərin təşəkkürümü bildirirəm. Sağ olsunlar, var olsunlar.
Allah Taala qismət eləsin, biz bu Batlı rayonuna qayıdaq, evimizi, eşiyimizi orada yenidən bərpa edək, həyatımız davam eləsin. Eldar müəllim, gördüyümüz kimi bu bir neçə kitab müəllifsiniz. Yazdığınız əsərlərlə yanaşı şeir kitablarınız da var. Yazdığınız şeirlərdən bir parça da olsa səsləndirmə imkanı olarmı? Əlbəttə, məmnuniyyətlə mən elə bu ordumuzun qəhrəmanlıq tarixi ilə bağlı elə bir şeir, yadımda qalan bir şeiri söyləmək istərdim. Hünər göstər, ordum, xalqım mənim, hünərsiz xalq kölə olmuş, yadlar deyib mənim olmuş, üzərində gəzdiyiniz bu torpaqlar tomirslərdən, xətaidən yadigardır. Yadigarı, əmanəti əzizləyib saxlar hər kəs. Ulu babam, Koroğlu tək, nərə çəkib düşmənlərin səsini kəs. Qutar, qutar bizi döyüşlərdə həlak olan şəhid ruhları əzabından. Qarşınızdan keçir, görün sizə nə deyir baş komandan. Hazır olun yurttaşlarım, xəyanətin gücü ilə alınanı geri alaq. Xan qızımız Natavanın sarayına bayraq sancaq. Viran qalan yurdumuzda şəhər salaq. Toy busatı, çal çağırı orada quraq. Hünər göstər igidlərim, hünərlidir ulu babam, qorxmaz, mətin. Əyilməsən Babəklər, Koroğlular, Nəbilər tək. Fəth etdiyin zirvələrdən vətənə bax. Üçrəngli bayrağını fəth etdiyin zirvəyə tax. Yurdu alsaq, yurdu qursaq, borcumuzu biz qaytarsaq, bir əbədi heykəl saysaq, tarix bizi yaşadacaq. Unutmayaq, unutmayaq, unutmayaq. Çox sağ olun Eldar müəllim, mən sizə minnətdaram. Söhbətimiz çox gözəl alındı. Yəni bir daha tamaşaçılara xatırladım ki, yəni bu vaxtımızın sayılı səslən ziyalılarının biri olan Eldar müəllimdir. Talih TV'nin qonağı olmuşdu. Çox sağ olun Talih müəllim, siz də əziyyət çəkmişsiniz, belə bir gözəl layihəni həyata keçirirsiniz və mən öz həmkarlarıma, dostlarıma, mənim imzamı izləyənlərə təklif edirəm ki, Talih TV'yə demək ki, üzvü yazılsınlar və onun verilişlərinə daima dinləyicisi olsunlar. Çox sağ olun.